Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsil verənlərin sertifikatlaşdırılması prosesinin test imtahanının növbəti mərhələsi başa çatıb. Sertifikatlaşdırma prosesinin 5-ci günündə fizika fənni üzrə Şəki-Zaqatala regionu üzrə 518 müəllim imtahanlara qatılıb. İmtahana qatılan 518 müəllimin arasında Aynur Qədirova və onun qızı Leyla Yusifova da olublar. Aynur Qədirova Şəkinin Dəhnə kənd tam orta məktəbinin fizika müəlliməsidir və 30 ilə yaxındır ki, kənddə bu fənni tədris edir. Qızı Leyla isə müəllimlərin işə qəbul imtahanlarından uğurla keçərək rayonun Turan qəsəbəsində çalışır. Onlar imtahana birlikdə qatılıblar. Qeyd edək ki, Aynur Qədirova test imtahanında 56 bal, qızı isə 53 bal toplayıb.